Avstraliya Sidneydəki dünya şöhrətli Bondi çimərliyində baş vermiş silahlı hücumun şokunu yaşayır. Hücum Yahudilərin Hanuka bayramını qeyd etdikləri vaxt baş verib. 10 yaşındakı bir uşaq da daxil olmaqla 15 nəfər həlak olub, onlarla insan isə yaralanıb. Rəsmilərin verdiyi məlumata görə hücumçular 50 yaşlı ata və onun 24 yaşlı oğlu kimi müəyyən edilib. Hadisə isə Bondi çimərliyinin şimalında yerləşən Camper Parade adlanan ərazidə baş verib. Hər iki hücumçu bu piyada körpüsündən Hanuka tədbirinin keçirdiyi istiqamətə atəş açır. İnsanlıq adına unudulmayacaq bir an yaşanır. Bir mülki şəxs əlverişli anı gözləyərək hücumçuya müdaxilə edir. O, terrorçunun üzərinə qaçaraq onunla əlbəyaxa olur və silahını əlindən alaraq terrorçunu geri çəkilməyə məcbur edir. Hücumçuya müdaxilə edən şəxs kimdir? Bu şəxs iki uşaq atası, tərəvəz satıcısı kimi çalışan Ahmet Ahmetdir. Hadisənin baş verdiyi New South Wales əyalətinin baş naziri Christmas onu xəstəxanada ziyarət edib və həqiqi qəhrəman adlandırıb. Ailəsinin verdiyi məlumata görə o əməliyyat olunub və müalicəsi davam etdirilir. Dünyanın ən təhlükəsiz ölkələrindən biri sayılan Avstraliyada nadir hallarda belə olsa bu cür silahlı hücumlara məruz qalır. 14 dekabr bazar günü baş verən bu hadisə 1996-cı ildən bəri Avstraliyada qeydə alınan ən böyük hücum olub. Həmin il Tasmaniya ştatında bir terrorçu 35 nəfəri qətlə yetirmişdi.